28 aprel bazar ertəsidir, saatlar 10 tamamı göstərir. Baku TV-nin efirində yeni bir səhəri birlikdə qarşılayırıq. Mən İslam Qədirdir. Çinli jurnalistlə Azərbaycan prezidenti arasında maraqlı diyaloq olmuşdu. Sosial şəbəkələrdə kifayət qədər izlədik və orada bir gəncdən, bir Azərbaycanlı gəncdən söhbət gedirdi. O gənci tanıyacağıq bugün əziz tamaşaçılar. Biz onunla əlaqə saxladıq və birazdan qonaq edəcəyik öz efirimizdə. Mədəkiçiltmə əməliyyatı kimlərə olar və vətəndaşların pullarının oğurlanmasında bankların məsuliyyəti nədir? Bu mövzuda da həmçinin qonağımız var. Çünki maraqlı bir məsələdir. Son dövrlər bu xüsusilə bank kartlarından oğurluqlar kifayət qədər artıb. Biz vətəndaşları sayıq olmağa çağırırıq, müxtəlif kart məlumatlarını qorumağa çağırırıq, amma burada bankların heç bir məsuliyyəti yoxdur. Onların bəs informasiyaların yayılmasındakı rolu nədir və daha çox hansı tədbirləri görə bilərdilər ki, görmürlər? Yəni dünya təcrübəsində məsələ necədir? Bununla bağlı da həm söhbət olacaq və məlumatımız olacaq. Başlayaq. Interpolun baş katibliyi Fransa vətəndaşı Aleksandr Bennallanın axtarışını əsaslı hesab edərək 2025-ci ilin aprelinə qırmızı bültenlə beynəlxalq axtarışa daxil edib və bu barədə bütün üzv dövlətlərə bildirişlər göndərib. Qərarın əsası Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində istintaqqa aparılan cinayət işi üzrə 2024-cü ildə verilmiş hüquqi sorğu olub. Məlum olduğu kimi Aleksandr Bennalla və Fransanın milyardlarla dövriyyəsi olan Saur şirkətinin vitse-prezidenti Anastaras hazırda Azərbaycandadır. Məsuliyyətə cəlb olunub. 2018-ci ildə Azərbaycan əsilli Rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində küllü miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar. Yaxın vaxtlarda Bakıda saxlanılan derazla bağlı aparılan cinayət işi üzrə açıq məhkəmə baxışının başlanacağı və açıqlanacaq beynəlxalq korrupsiya dəlillərinin əlavə qalmaqallar yaradacağı gözlənilir. Azərbaycanın Tehrandakı səfirliyinə hücum törədən şəxsin edamı barədə hökmün icrası üçün məhkəmə sistemində bütün hazırlıq işləri aparılıb. Bu barədə İRNA agentliyi məlumat yayıb. İranın məhkəmə sisteminin sözçüsü Əskər Cahangir qeyd edib ki, məhkəmə prosesinin aparılması, ilkin qərarın verilməsi üzrə hökmün təsdiqlənməsi üzrə ilkin hökm var. Hökmlərin icrası qaydasında adı çəkilən şəxsə qarşı qisas qərarının icrası üçün bütün hazırlıqlar və proses hazırlanıb. Məhkəmə sistemi bu hökmü icra etməyə hazırdır deyə yazıda bildirilib. Xocalı şəhərinə daha 33 ailə köçürülüb. Beləliklə, bugünkü köçlə nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə, yəni 341 nəfərə çatacaq. Qeyd edeyim ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 40 mindən çox insan yaşayır. Görüntülər var. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu hissi bizə yaşatdılar. Orada yəni təhsilli və oxumaq istəyirəm və həkim olmaq istəyirəm. Hələ ki elə bir planım yoxdur, amma böyük ehtimalla polis akademiyasına inşallah qəbul olub. Yəni polisliyi orada bitirməyə, sonra orada polis işləməyə çalışaram. Allah şəhidlərə rəhmət eləsin, qazilərimizin canı sağ olsun. Mən o vaxt elə özüm Xocalıda olmuşam, 4 qardaş, 2 şəhidim olub. İndi də şükür bu günə ki, mən Xocalıya qayıdırıq. Allah bütün şəhidlərə rəhmət eləsin. Bu günləri biz çox arzulayırdıq. Şükür ki, bu günü gördük. Görmədiyim yerləri görəcəm, baxacam. Mənim üçün çox fəxrli bir şeydir həqiqətən. Orada Qarabağ Universiteti var, orada oxumaq istəyirəm inşallah. Gəzmək, tozmaq, nə bilim, oraları baxmaq. Qazilərimizə can sağlığı versin, şəhidlərimizə Allah rəhmət eləsin. Qürur verici bir hissdir. Qarabağ Universitetində oxumaq istəyirəm, IT sahəsi üzrə. İnşallah gələcək planımı yavaş-yavaş quracam özüm. Çox sevinirik bu günləri. Biz öz torpağımız Xocalıya gedirik, öz vətənimizə, doğulduğumuz yurda gedirik, öz evimizə gedirik. Sevincimizin həddi hüdudu yoxdur. Sevincin həyəcanlıdır.
Xeyirli uğurlu olsun. İndi Azərbaycan prezidenti İlham Əliyevin Pekində Çinin CGTN telekanalına müsahibəsi zamanı jurnalistin haqqında danışdığı Azərbaycanlı tələbənin kimliyi məlum oldu. Həmin şəxs Tağı Məmmədovdur. O, sosial şəbəkə hesabında yaydığı videoda özündən bəhs edib qeyd edeyim ki, Çinli jurnalist müsahibə zamanı əslində mən Çinə bir kəmər bir yol vasitəsilə yay düşərgəsinə gələn və burada qalan gənc insan tanıyıram. O, fəlsəfə doktoru dərəcəsinə yiyələnmək üçün təhsil alır. Özü üçün yeni gələcək qurur deyə bildirmişdi. Elə qonağımız da həmin sözü gedən şəxs Tağı Məmmədovdur. Tağı, xoş gördük. Sabahınız xeyir. Salam, sabahınız xeyir. Hər kəsi salamlayıram ilk öncə. Mən Tağı Məmmədov. Həmin o bəhs olunan tələbəyəm. Çox maraqlıdır. Çində siz televiziyada mı qonaq olmuşdunuz? Yəni xanım sizi eləmi tanıyırdı? Əslində mən xanım ilə ilk röportajım, ilk müsahibəm bir neçə ay öncə Çindəki qış iqtisadiyyatı ilə bağlı olmuşdu. Biz elə onlayn bir şəkildə müsahibə keçirmişdik. Çünki həmin vaxtda mən Şanxayda, xanım isə Pekində idi. Amma daha sonra mən Pekinə getdikdə xanımın ofisinə ziyarət etdim, hansı ki Sizin TV-nin baş ofisinə və orada tanış olmaq şansı oldu və orada biz Azərbaycan haqqında ilk müzakirələr apardıq. Çünki onun da Azərbaycan haqqında kifayət qədər məlumatı yox idi. Aydındır. Və ondan daha sonra bəli, buyurun. Yox, davam edin, əgər sözünüz varsa. Mən sizi şərh etmək çalışıram. Siz sadəcə pauza verəndə mən elə bilirəm ki, qurtarmısınız və növbəti suala keçmək istəyirəm. Buyurun, sözünüz. Bəli, o biz, necə deyərlər, mənim üçün də çox sürpriz oldu. Xanımın Cənab Prezidentimizdən müsahibə alması. Çünki dediyim ki, mən məlumatlı deyildim bundan. Əslində mən həmin o saatda həmin o müsahibəni izləyirdim və birdən xanımın o sözü istifadə eləməyi məni canlı yayımda birdən-birə şoka saldı ki, o məndən bəhs edir. Çünki biz onunla bu ünsiyyətdə idik. Belə, yəni mən də tərcümə Çinə necə gedib çıxdı hansı ixtisasla və nəyə görə Çini seçdiniz? Çox maraqlıdır. Sizin bu fərdi inkişaf yolunuz maraqlıdır bizə. Bundan danışmaq əgər uyğun bilirsinizsə. Mən gəldim ki, vaxtda danışım. Əslində mənim hekayəm 2019-cu ildə Çində bir kəmər bir yol layihəsi ilə gəl məktəbində iştirak etdim. Ilə başladı. Mən ora getdikdə bir sözlə deyərdim ki, Çini sevməyə başladım və orada insanların bizlərə qarşı göstərdiyi dostcanlı, köməksevərliyi və ondan əlavə Çindəki inkişafı gördüm və daha sonra Azərbaycana qayıtdıqda özümə bir söz verdim ki, mən 100% yenidən Çinə qayıtacağam. Çünki orada mən özüm üçün bir gələcək gördüm və mən Azərbaycanda Xəzər Universitetini bitirdikdən sonra 2022-ci ildə dövlət təqaüd proqramı ilə Pekin Texnologiya Universitetinə qəbul oldum. Hansı ki, orada biznesin idarə edilməsi ixtisasına qəbul olmuşam. 2 il orada təhsilimi bitirdikdən sonra indi isə hal-hazırda Jiangsu Universitetində idarəetmə elmi üzrə doktorantura, fəlsəfə doktoruğu üzrə təhsil alıram. İlk kursundayam. Əslində mən bunu bəzi müsahibələrdə də vurğulamışdım ki, hər kəs mənə 2019-cu ildə Çinə yay məktəbinə getdikdə deyirdilər ki, nə var Çində? Çünki 2019-cu ildə bizim insanlarda Çin haqqında fərqli bir düşüncə tərzi var idi. Bizdə adətən daha çox Avropaya, Amerikaya, yəni qərbə daha çox meyllənir gənclər. Yəni şərq tərəfi o qədər də düşünmürük. Halbuki əslində Çin də bir mərkəzdir. Bəli, bəli. O dövrdə mən xatırlayıram ki, Pekində biz 20 dənə Azərbaycanlı tələbə idik. Düşünün, o boyda əhalisi olan bir Çində və Pekində, dünyanın mərkəzi sayılan Pekində biz cəmi 20 nəfər Azərbaycanlı tələbə idik. Amma indi bu sevindirici haldır ki, artıq sayımız Pekində 60 nəfər belə keçib. Mən hal-hazırda olduğum şəhər Zincan şəhəridir, amma düzdür, burada sayımız çox azdır, 4 nəfəri. Amma yenə də o 4 nəfəri bir çox say kimi göstərir. Çünki biz burada Azərbaycanı daimi olaraq təbliğ edirik. Misal, bu yaxınlarda bizim universitetdə Mədəniyyət Günü təşkil olundu və Mədəniyyət Günündə biz şansımız oldu ki, Azərbaycanı orada qəşəng təmsil edək və Azərbaycanın atributların, çaylarımızı, öz mətbəximizdə olan plovumuz, dolmamız, onu biz özümüz evdə hazırladıq. Daha sonra orada Çinlərə verdik. Və orada biz gördük ki, yenə də gördük, bu təcrübə göstərir kimi 2 il ərzində burada olduğu müddətdə Çinlilər hələ də Azərbaycan haqqında kifayət qədər məlumat sahib deyirlər. Amma cənab Prezident İlham Əliyevin bu son səfəri biraz daha bizim ölkəmizin tanınmasına gətirib çıxardı. Çünki bu bildiyiniz kimi Çində sosial şəbəkələr fərqlidir. Misal bizdə TikTokçu, onlarda Douyin-dir. Douyin-də bir müddət biz cənab Prezident gələndə bütün ailə üzvləri, Mehriban Əliyevanın, Leyla Əliyevanın bütün görüntüləri hamısı Çinin sosial şəbəkəsində gündəm oldu. Top 1-də görünürdü. Və bu da mənim üçün bir fəxr idi. Mən də sıra bir özüm məlumat paylaşdım ki, bizim cənab
prezident gəlib, görün ki, Çinlər ucu maraq göstərilir. Sizin ölkə hardadır? Harda yerləşir? Nə bilim, o siz çox strateji mövqedə yerləşir. Çünki Azərbaycan bir kəmə bir yol layihəsinin ən strateji bölgələrindən biridir ki, orada bizim üçün də çox şans var Çin dostluğumuzda. Aydındır, siz də buna rəğmən Çini seçmişsiniz əslində gələcək karyera üçün və mənə çox maraqlıdır ki, son olaraq da bir bunu da danışaq. Çində gördüyünüz fürsət nə idi? Yəni gördüyünüz vizyon nə idi ki, oranı seçdiniz? Əslində bu çox belə maraqlı bir sualdır. Mən Çində əsasən bir onu gördüm ki, insanlar həqiqətən də özlərinə güvənirlər və çox çalışırlar. Bir şey uğuru əldə etmək üçün çox çalışırlar. 2009-cu ildə mən getdikdə ora Çin avtomobilləri hələ dünya miqyasında değildi və deyərdim ki, 2009-cu ildə çox az sayda Azərbaycanda Çin avtomobili var idi. O dövrdə mən araşdırmışdım ki, 2019-cu Çin avtomobil sektoruna irəli addım atır və mən 2022 dövrünə baxdım, 2019-2022 dövrünə və gördüm ki, o addımda artıq çox yüksək səviyyələrə gəlib və bunda gördüm ki, doğrudan da burada bunlar 2 il ərzində bu uğura əldə ediblərsə, deməli bunların gələcəyi daha çox böyükdür. Yəni çünki Çində istənilən məhsul bir həftə qısası istehsalat sahəsindəki perspektivi gördünüz və bu sizi cəlb elədi bir gənc kimi. Çünki əslində yeni qurulan həqiqətən də istehsalatda, yeni qurulan sistemlərdə özünü doğrultmaq şansı da daha artıq olur, məlum məsələdir. Tağa, təşəkkür edirik sizə. Çox xoş oldu sizlə həmsöhbət olmaq. Çox xoş oldu. Yəni siz çox sağ olun dəvətiniz üçün. Mən çox şad oldum. Çinin televiziyasında artıq qonaq olmuşdunuz. Bu çox xoş oldu ki, artıq Azərbaycan televiziyasında da ilk dəfə ki, biz sizi qonaq eləyə bildik. Və indi bizim bir canlı yayımımız var, əziz tamaşaçılar. Başqa bir tədbirdən bugün Bakı Konqres Mərkəzində Qlobal Cənub QHT platformasının təsis konfransı keçirilir. Konfransda Qlobal Cənub regionunu təmsil edən 100-dən çox ölkədən qeyri-hökumət təşkilatları rəhbərləri və ictimai fəallar iştirak edirlər. Hazırda biz tədbirə bağlantı yaradırıq və görüntüləri, məlumatları əldə edəcəyik. Canlı yayımımız var. Buyurun. Zamanda ərzaq məhsullarının təmin edilməsi və təhsilin də keyfiyyətini artırılması çox gözəl bir təşəbbüs olmuşdur. Bu bizim reallığımızdır. Bu quraqlıq şəraitidir, bu su hövzələrinin qurumasıdır və o ərazilərdə yaşayan icmaların bundan əziyyət çəkməsidir. Heyvanlar üçün örüş yerlərinin azalması çox böyük bir problem yaradır. Bu, həm də sülh tək ekologiyaya təsir göstərmir, eyni zamanda sülh və təhlükəsizliyə böyük təsir göstərir və biz onlara tək səy göstərə bilmərik. Biz birləşməliyik. Ona görə də məqsəd ətrafında tərəfdaşlığı qurulmaq çox vacibdir. Tərəqqiyə güclü tərəfdaşlıq olmadan və müştərək məsuliyyətlərimizi hiss etməkdən nail ola bilməyəcək. QHT-lər, hökumətlər, icmalar, qlobal alyanslar birlikdə müqavimətliyi artırmalıyıq ki, ekosistemləri qoruya bilək. Ümidimiz üçün, qlobal cənub üçün iqlim dəyişmələr problemi mövcuddur. Dəniz səviyyəsinin artması, hansı ki, su basmalara gətirib çıxarır, quraqlıq sahələri çox böyük təsir göstərir. Bu, ümumi iqlim böhranına təsir göstərir. Əlbəttə ki, biz tədbir görməliyik. Qıqi dediyi kimi, biz birləşməliyik, səylərimizi birləşdirməliyik və səylərimizi birləşdirmək üçün biz kifayət qədər cəsarətli olmalıyıq, tədbir görməkdə susmamalıyıq, ayrı-ayrı hərəkət göstərməməliyik, qalxmalıyıq. Bu, müqavimətlik və dayanıqlıq memarları kimi təşviq etməliyik birlikdə, qlobal cavab tədbirlərini görməliyik, amma bunu etməliyik birlikdə. Gənclər icmalarımızı cəlb etməliyik və bizim planetimiz bizim bugün cavab verməmizdən çox asılıdır. Bu, ümumi səylərimiz olmalıdır. Biz tək işləməməliyik. Biz Azərbaycana dərindən minnətdarlığımızı bildirmək istəyirik. Bu, dövlət həmişə qlobal cənubu təşviq edibdir və qlobal şimalla dialoqun yaradılmasına həmişə təşviq edibdir. Birləşməmək alənsində və COP29 tədbirinin keçirilməsi Azərbaycan doğrudan da həmrəlik nə deməkdir həqiqi, sözün həqiqi mənasında onu göstərə bilmişdir və bu ötəliyinin ən güclü ötəlilərindən biri qlobal cənuba töhfənin verilməsidir və ona görə də minlərlə, 137 dövlətdən minlərlə QHT-lər
nümayəndələri bugünkü sərginin bir hissəsinə çevrilmişdi. Bu tək bəyanat deyil, bu ümumi bir çağırışdır. Ədalət, qlobal əməkdaşlıq və həmdərlik üçün olan bir çağırışdır. Bu forumda və digər oxşar forumlarda iqlim tərəfdaşlıqları və çarpaz regional dialoqda Azərbaycan elə bir məkan yaratmışdı ki, haradakı qlobal cənub öz səsini eşidirə biləcəkdir. Tək-tək yox, bir səs ətrafında birləşərək. Bu ümumi liderlikdir. Qarşılıqlı hörmət əsasında və məsuliyyətlərin hiss edilməsi əsasında qlobal cənub QHT platformasında baxışdan real təsirli tədbirlərə qədər çatdıra biləcəkdir. Qlobal Cənub QT platforması əsasında bir dönüş nöqtəsinə gəlib çatmışdır. Yaddan çıxartmamalıyıq ki, tək bugün eşidilən nitqlər deyil, birbaşa görəcəyimiz tədbirlər rol oynayacaqdır. Biz başa düşürük ki, bu tək niyyətlə baş vermir, tədbirlərlə, kollektiv, cəsarətli və uzlaşdırılmış tədbirlərlə. Bu platforma bizim birləşmiş resurslarımızın bir göstəricisidir. Milyonlar bizim qitələrimizdə bizdən asılı vəziyyətdədirlər. Gəlin belə eləyək ki, bu məqam mütləq nəzərə alınsın. Bu dönüş nöqtəsinə çevrilsin. Tək ilhamlanma da bəs eləmir. Öhdəliklərimizi öz-özlərimizə götürək. Həmrəy olaq, gələcəyi qurmağa çalışaq ki, qlobal cənub arxada qalmasın, irəlidə olsun. Vaxt gəlib çatıbdır. Qlobal cənub susmayacaq. Biz qabaqda olacağıq. Çox sağ olun. Təşəkkür edirəm sizə. Çox etirazlı işə görə minnətdarıq sizə, xoş sözlərinizə görə minnətdarıq sizə. Çox sağ olun. Doğrudan da bu forumun əsas ismarcılarından biri oldu. İndi isə qınağıya vermək istəyirik. QTL Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Respublikasının nümayəndəsi, buyurun, söz sizindir. Təşəkkür edirəm, çox sağ olun. Hörmətli qonaqlar, xanımlar və cənablar. Həmişə mənim üçün xoş olub belə gözəl tədbirdə qarşınızda çıxış etmək. Bugün biz bura toplaşmışıq ki, öz dəstəyimizi göstərək. Geniş platformada, həmrəylik hərəkətdə, qlobal QT-ləri, qlobal cənub QT-lərini daha ədalətli dünya istiqamətində inkişaf etdirməsini təmin etməyə 116-dan çox dövlətdən yüzlərlə QT-lərin nümayəndəsi burada iştirak edir və bu qlobal cənub regionuna aid olan dövlətləri özündə cəmləşdiribdir. Mən burada 700-dən çox təşkilatları özündə cəmləşdirən bir forumdur Azərbaycanda və qlobal cənub konsepsiyası tək coğrafiyanı əhatə etmir. Burada iqtisadi, siyasi, sosial şəbəkələr özündə əks etdirir və eyni zamanda o göstərir ki, regionlar arası həmrəylik çox önəmlidir. Onu da qeyd etmək lazımdır ki, qlobal cənub dövlətlərində yaşayan əhalilərin böyük səsi yoxsulluqla üzləşir. Müstəmləkə irsi ilə özləşmişdilər. Qeyri-bərabərlik və digər sistemli problemlərlə üzləşirlər. Və beynəlxalq ictimaiyyətin məsuliyyətli bir üzvü olaraq Azərbaycan Respublikası qlobal cənub və qlobal şimal arasında olan bu uçurumu həmişə doldurmağa qətiyyətli mövqeyini tutmuşdur. Və COP29 tədbirlərində Azərbaycan qlobal güclərə öz töhfəsini vermişdir, iqlim dəyişmələrinin təsirlərinin qarşı hansısa tədbirlər görülməsi istiqamətində %100 milyarddan çox 200 milyard ABŞ dollara qədər bu sahəyə ayrılacaq büdcənin artırılmasına nail ola bilmişdir və iqtisadi şəraiti pis olan dövlətlərə dəstəyin olması gözlənilir bu tədbirlərin və qərarların nəticəsində. Hörmətli
Bəli, xanımlar, cənablar, biz tədbirdən görüntüləri izlədik. Mən bir daha xatırladım. Bugün Bakı Konqres Mərkəzində Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının təsis konfransı keçirilir. Konfransda Qlobal Cənub regionu təmsil edən 100-dən çox ölkədən nüfuzlu QHT rəhbərləri, ictimai fəallar iştirak edirlər. Təbii ki, biz ən son məlumatları da əldə edəcəyik. Əməkdaşımız Arzu Həsənova hazırda tədbirdədir, oradan son məlumatları bizə çatdıracaq. Arzu, sabahınız xeyirli olsun. Biz tədbirdən görüntüləri izlədik. Bir sizlə də bağlantı yaradaq və nələr müşahidə edirsiniz? Gedişat necədir? Buyurun. Salam İslam, sabahınız xeyir olsun. Qlobal Cənub QHT platformasının təsis konfransı keçirilir Azərbaycanda. Buradakı ab-havanı sizə çatdırmış olsam onu deyə bilərəm ki, sanki ölkəmizdə mini COP keçirilir. Bunu söyləməkdə məqsədim nədir? Bu səbəbdən deyirəm ki, dünyanın dörd bir tərəfindən ölkəmizə qonaqlar gəliblər və bu qonaqların gəlmə səbəbi də elə Azərbaycanın təşəbbüsü ilə bağlıdır. Məhz ötən il COP29 keçirildiyi zaman Azərbaycan Milli QHT Forumu tərəfindən bir təşəbbüs irəli sürüldü ki, məhz qlobal cənub məkanının bir platformaya ehtiyac var, qeyri-hökumət təşkilatlarının platformasına və bu təşəbbüs o dövrdə məhz 140-a yaxın ölkə tərəfindən alqışlandı. Eyni zamanda da 1000-dən çox xarici qeyri-hökumət təşkilatının nümayəndəsi tərəfindən, belə deyək, bu bəyanat dəstəkləndi və bunun elə məntiqi nəticəsi olaraq, təzahürü olaraq da bugün Azərbaycanda Qlobal Cənub QHT platformasının təsis konfransı keçirilir və Qlobal Cənub məkanının nümayəndələri Azərbaycanda bir araya gəliblər və bu tədbirdə önəmli şəxslər iştirak edir. Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev elə biraz əvvəl o öz nitqi ilə çıxış etdi. Eyni zamanda Azərbaycan prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev də bu tədbirdə iştirak edir. Həmçinin Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Agün Əliyeva da bu tədbirdə iştirak edir və hal-hazırda da görüntülərdən də izləmiş olsaz görərsiniz ki, çıxış edir və elə bu tədbirdən bir neçə gün öncə məhz Qlobal Cənub QHT platformasının təsis konfransı ilə bağlı briefing keçirildi və o briefingdə də Agün xanım Əliyeva, yəni qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Agün Əliyeva bəyanatla mətbuat nümayəndələrinə çıxış etdi və öz çıxışında bildirdi ki, bu Qlobal Cənub QHT platformasının təsis edilməsi məhz Azərbaycan vətəndaş cəmiyyətinin həyatında, belə deyək, ilk tarixi hadisədir və burada bu QHT platformasının formalaşdırılmasının əsas məqsədi də ona dayanır ki, məhz Qlobal Cənub məkanının, belə deyək, ölkələrin, vətəndaşlarının, nümayəndələrinin üzləşdiyi problemlər ki var, o problemlər istiqamətində vahid mövqedən bu platforma imkan yaradacaq ki, beynəlxalq təşkilatlar qarşısında vahid mövqedən çıxış edə bilsinlər. Hələlik tədbir davam edir və irəliləyən saatlarda bu müzakirələr haqqında, belə deyək, sizə daha təfərrüatı ilə məlumatları çatdıracağıq. Buyurun İslam, söz sizdədir. Arzu, təşəkkür edirik. Əziz tamaşaçılar, tədbir barədə sonuncu məlumatları da əldə etdik. Biz isə buraxılışımıza artıq qaldığımız yerdən məhz ölkə gündəmi ilə davam edirik. Bugün artıq çəki problemi dünyanın ən ciddi sağlamlıq problemlərindən birinə çevrilib. Artıq çəki problemi təkcə sağlamlıq deyil, həm də əslində sosial bir məsələdir. Çəki artdıqca yalnız bədən yox, belə desək, problemlər də böyüyür. Bullying, təzyiqlər, özünə inamın itməsi, problemlərin həlli isə sağlam arıqlamada yox, cərrahiyyədə görənlər də var. Bəs bu əməliyyat kimlərə olar, kimlərə olmaz? Təbii ki, bu barədə süjetimiz var. İzləyək. Məndə kiçilmə əməliyyatı olmağımın başlı səbəblərindən biri də mobbingə məruz qalmağımdır.
Artıq çəkidən azad olmağın yollarından biri də mədə kiçiltmə əməliyyatıdır. Dünyada geniş yayılan bu üsul son illər Azərbaycanda da tətbiq olunur. Ölkəmizdə mədə kiçiltmə əməliyyatına üstünlük verənlərin sayı sürətlə artır. Sosial mediada paylaşılan öncə və sonra foto və videolar isə bu tendensiyanı daha da gücləndirir. Bu əməliyyatlar insanların həyatını necə dəyişir? Mədə kiçiltmə əməliyyatının müsbət və mənfi tərəfləri nələrdir? Hansı insanlar sizcə mədə kiçiltmə əməliyyatı elətdirə bilər? Əgər xəstəlik yaradırsa, o xəstə problemdirsə, belə adamlar eləyə bilər. İnsanlar ən azından sağlığına yaxşı fikir versə, ehtiyac duymazlar buna. Mənim fikrimcə budur. Yəni mən təsəvvür edirəm ki, bədənimə narazı bir insanam, əməliyyata girirəm, əməliyyatdan sonra həyatım tam istədiyim kimi olur. Mədə kiçiltmə əməliyyatı olmağımın başlıca səbəblərindən biri də mobbinqə məruz qalmağımdır. Ən çox mən yaşlıların tərəfindən, məndən böyüklər və məndən kiçiklər tərəfindən məruz qalırdım. Mədə kiçiltmə əməliyyatı olduğum zaman mən 120 kilodan 65 kiloya qədər endim. Yəni tam-tamına 55 kilo bir çəki getdi məndən. Dünya köçələ gedir. Bu köçlüklə dünya başqa cür mübarizə apara bilmir və bunun hal-hazırda dərman müalicəsi də yoxdur. Əlimizdəki ən effektiv vasitə cərrahi müalicədir. Bu əməliyyat qapalı icra olunur. Yəni demək olar ki, atravmatik bir əməliyyatdır və yarım saat çəkən bir əməliyyat. Bəziləri hesab edirlər ki, bu estetik əməliyyatdır. Xeyr, bu əsla belə deyil. Bu bir sağlamlıq əməliyyatıdır. Bəziləri yanlış hesab edirlər ki, hər kəs gedib bu mədə kiçiltmə əməliyyatını ola bilər. Yox, heç də belə deyil. Bu bir şəxsin ən az 30 kilo artıq çəkisi olmalıdır ki, mədə kiçiltmə əməliyyatına gedə bilsin. Düşünün, bir əməliyyat edirsiniz, yarım saatlıq əməliyyatdır və əməliyyatdan 3-4 saat sonra pasiyent qalxıb gəzir. Sərçi gün qidalanmağa başlayır. Bu durumda yapılması gereken kişilerin bu kararı alırken fizyolojik ve psikolojik bütün faktörleri bir arada değerlendirerek bir karar verme mekanizması üretmesini bekleriz. Bu süreç içerisinde bu değerlendirme yapılırken psikolojik destek alınması bu sürecin sağlıklı bir şekilde yürütülmesine de destek olmaktadır. Sosiologiyada bir termin var, ümumiləşmiş başqası. İnsan elə bir varlıqdır ki, başqasının baxışı əsasında yaşayır. O qədər ifrat dərəcədə arıqlayırlar, çəki atırlar ki, bu onların sağlamlığına ziyan vurur. Nədir? Qoy məni o cür görsünlər, qoy gəncləşim. Səhv təsəvvürdür. Həkimlər və psixoloqlar xəbərdarlıq edir ki, insan özünü olduğu kimi qəbul etməyi öyrənməlidir. Çünki bədən dəyişsə də, güzgüdə gördüyümüz insana münasibət çox vaxt ruhumuzdan başlayır. Əməliyyat qərarı isə ciddi və sağlam düşüncə ilə verilməlidir. Həqiqətən çox maraqlıdır. Bugünün o vizual trendləri, media, jurnallar, seriallar və s. kimi bizə aşılanan o vizual görüntülər, o ideal model görüntüləri və görsün necə təsir edir insanlara. Hətta biz özümüz elə olmaq istəyirik, o əlavə başqalarına da təzyiq göstəririk ki, bax sən də elə olmalısan. Niyə beləsən? Niyə biraz? Adam bəlkə elə olduğu kimi xoşbəxtdir, bəlkə olduğu kimi sağlamdır. Yəni illa hamı 45-50 kilo olacaq deyə bir məcburiyyət yoxdur ki, amma görürsüz insanlara necə trendlərlə əslində biraz da əməliyyatlar satılır, biraz da qida əlavələri satılır, biraz da dərmanlar satılır, biraz da belə desək idman zalları satılır və s. Kapitalizm artıq insanlara bir şeyləri satmaq üçün yalnız onların psixologiyasına, yalnız onların yetərsiz olduğunu onlara inandırmaqla belə bir şeyləri satmağa nail ola bilirlər. Və əslində bir məsələ də pullarımızın bank kartlarında olmasıdır və son zamanlar bank kartlarından oğurluq halları da artır. Hər gün 10 minlərlə manat kiberdələduzlar tərəfindən mənimsənilir. Vəziyyət o həddə çatıb ki, insanlar artıq kartlarda pul saxlamaqdan çəkinirlər. Bəs nə edək? Kiberdələduzlarla necə mübarizə aparaq? Onlara pulumuzu qaptırmamaq, müasir texnologiyanın tələsinə düşməmək üçün nə edək? Banklara necə inanaq? Bu barədə danışacağıq, amma öncə sorğumuz var. İzləyək, ondan sonra qonağımız olacaq. Buyurun. Kartlarınızdan oğurluq halı baş verib? Bəli, bir kartımın birindən oğurluq olmuşdu. Mən də bağlatdırdım avtomatik olaraq. Heç bank kartınızdan oğurluq halı ilə qarşılaşmısınız? Mən yox, amma mənim yaxınlarım, hə. Bu halda nə ediblər? Vallahi oturup ağlayıplar. Ben henüz hiç karşılaşmadım ama kartımı kaybettiğim durumlarda öncelikle de uygulamadan kapatıyorum ki bu zaten güvenli oluyor. Bir dəfə mən elan saytında paylaşım elədim. Paylaşım eləyəndən sonra mənə bir sılka gəldi ki, bu sılkaya giriş eləyim. Mən bankla əlaqə saxladım. Bank məni məlumatlandırdı. Yəni müştəri özü bankla mütəmadi əlaqə saxlamalıdır. Problemlə üzləşdiydi. Bankaların normalde bu tarz şeylerde
bankaların üstüne alması lazım mevzuyu. Daha çox nağd ödənişə üstünlük verirsiniz, yoxsa kart? Kartla alışveriş yapıyoruz şu an. Nəyə görə? Çünkü ekonomi belli. İnsanlar kazandıkları parayı karta yatırıyorlar. Xeyr, indiyənə qədər bank kartından oğurluqla qarşılaşmamışam. Ancaq bilmək lazımdır ki, bu çox böyük bir problemdir. Xüsusən də yaşlı insanlar kütləsində onlar internetdə və yaxud da ki, zəng vasitəsilə rast gəlinən dələduzlara çox vaxt aldanırlar. Ona görə də onların bütün kart informasiyası və kartda olan bütün balansı oğurlanır. Sizcə bu məsələdə bankların məsuliyyəti nə qədərdir? Məncə banklar dələduzların dələduzların azalması barədə tədbir görməlidir. Çünki hər bir bankın qarşısındakı ilk məqsəd təhlükəsizlik yaratmaq və həmin təhlükəsizliyi müəyyən qədər qorumaqdır. Belə risklərə görə nağd ödənişlərə üstünlük verirsiniz, yoxsa başqa formada özünüzü sığortalamaq yolunu düşünürsünüz? Mən daha çox kartla ödəniş edirəm. Lakin hardasa 50-nin 50-yə də həm kartla, həm nağd. Amma mən daha çox kartla ödəniş eləmək üstünlük verirəm. Çünki ƏDV geri qaytarılır, cashback var və ona görə. Mövzu üzrə təbii ki, mütəxəssislə həmsöhbət olacağıq. Qonağımız Elvin Abbasovdur. Elvin bəy, xoş görürük, sabahınız xeyir. Xoş gördük, sabahınız xeyir. Çox sağ olun, vaxtınızı ayırıb bu mövzuda dəvətimizi qəbul ediniz üçün. Bu yaxınlarda Baku TV-nin digər bir verilişində də qonaq olmuşsunuz və bu mövzu müzakirə olunmuşdu. Biz də istədik mövzunun davamını gətirək, çünki açıq qalan suallar hələ də var. Birinci məsələ, Azərbaycan cəmiyyətinin onsuz da bu keçmiş travmalarından ötürü banklara yetərli qədər etimadının olmaması idi ki, biz zaman-zaman indi vaxt keçdikcə yavaş-yavaş bu etimadı qazanırdıq. Amma biraz da keçdikcə biz artıq bu dələduzluq halları o qədər çox artıb ki, insanlar təzədən sanki bu etibarı itirməyə başlayıblar. Niyə banklara etibarını itirir? Çünki indi düzdür, banklar olsun, Daxili İşlər Nazirliyi olsun, zaman-zaman məlumat yayırlar ki, insanlar öz məlumatlarını qorumalıdır, ehtiyatlı davranmalıdır, fırıldaqçılıq üsulları təqdim olunur ki, yəni bu üsullardan özünüzü qoruyun və s. Amma burada bir açıq qalan sual var da, necə olur ki, mənə zəng eləyən dələduz, birincisi mənim nömrəmi bilir. İkincisi mənə deyir ki, siz filan bankın müştərisiniz. Bu məlumat onda hardandır? Yəni zaman-zaman biz hətta bu yaxın tarixdə böyük bir bankın məlumatlarının DİPV sızması ilə bağlı bir məlumatlar, xəbərlər də gördük. İndi təksib də elədilər filan, amma bu və digər şəkildə bu məlumatların sızdığı çox aşkardır. Yəni daxildən mi sızır, yoxsa ümumi qoruna mı bilmir bu məlumatlar? Nədir? Siz necə görürsünüz ümumi problemi? Buyurun. İlk öncə məsələyə müsbət yöndən başlamaq istəyirəm və müsbət yön budur ki, artıq dəfələrlə mətbuatda belə bir fikirlər səslənir ki, pulları evimizdə mi saxlayaq, cibimizdə mi saxlayaq, yoxsa bankda mı saxlayaq? Biz dövrün yeni çağırışlarından və tələblərindən kənar qala bilmərik. Bu bir mənalı şəkildə insanlar rəqəmsallaşdıqca öz həyat standartlarını yaxşılaşdırırlar, öz büdcələrini ekonomiya edirlər, əlavə cashbacklər qazanırlar, bonuslar qazanırlar və bu hamısı rəqəmsal fəzada mümkündür. Onlar pullarını əllərində saxlasalar, inflyasiyada itib batacaq məlum məsələdir. Ən azından bank faizləri imtiyazlardan geri qalacaqlar. O ki qaldı dələduzluq faktlarına. Təəssüf ki, biz dəfələrlə bu nüansa toxunduq ki, Azərbaycanda baş verən bütün dələduzluqlarda vətəndaşların birbaşa öz iştirakı var. Amma sadəcə bu məsələ xeyr. Sizin qeyd etdiyiniz məsələr çox doğrudur. Azərbaycanda bir çox böyük korporasiya, həmçinin dövlət qurumlarından dark webə, yəni internetin gizli dünyasına, qaranlıq səhifələrində Azərbaycanlılara, Azərbaycan internet segmentinə aid bir çox məlumat satılır. Vətəndaşların da rəqəmsal səriştəliyi az olduğundan bir vətəndaşa öz adı ilə, işlədiyi yer ilə, münasibətli olduğu bank ilə və ya korporasiya ilə və ya digər şəxsi məlumatlarla müraciət edildiyində vətəndaş inanma ehtimalı daha çoxdur və bundan da savayı əlavə olaraq bir çox manipulyasiya yolları ilə vətəndaşlar həmən tərələrə burada vətəndaşı qınaya bilməzsən də, əgər zəng eləyən şəxs sənə deyirsə ki, baxın, məndə sizin datanız var, siz filan bankın müştərisisiniz, kartınız budur, adınız budur, məlumatımı verirsə və mən də qoşulduğum, istifadə etdiyim banka etibar edirəmsə, məcbur şəkildə inanmağım normaldır. Bu psixoloji bir faktdır ki, mən inanacam. Yəni o məlumat onların əlinə necə keçir? Budur əslində məsələ. Daxildə mi sızır? Ehtimallar nədir sizcə? Baxın, iki mövzuya toxunuruq. Birinci,
vətəndaş təbii ki, inanacaq demək olmaz. Çünki vətəndaşın OTP kodu, CVC və ya digər məlumatları vətəndaşa aiddir və heç bir bank əməkdaşına bunu təqdim etməməlidir. Həmçinin dövlət qurum əməkdaşına bunu təqdim etməməlidir. Bunun dəfələrlə dedik. O ki qaldı, vətəndaşın, bəli, dələduz vətəndaşın nömrələrini hardan əldə edir? Bu çox maraqlı bir məsələdir Elvin bəy, çox üzr istəyirəm sizdən. Gəlin bunu yadda saxlayaq, bizim bir qısa reklam fasiləmiz var və tamaşaçılar da diqqətlə ekran qarşısında olsunlar ki, məhz dələduzlar sizin məlumatlarınızı, sizin bank məlumatlarınızı hardan əldə eləyir ki, sizin hansı bankın müştərisi olduğunuzu bilərək nömrənizi taparaq sizə zəng edib müraciət edə bilirlər. Yeni bir səhərdə bugünkü mövzumuz məhz bank kartlarından oğurlanan pullarla bağlıdır ki, biz necə özümüzü qoruya bilərik və bankların qarşı tərəfin əslində burada məsuliyyəti nədir? Qonağımız var idi, Elvin Abbasovla həmsöhbət olurduq və davam edək. Elvin bəy, təkrar xoş gördük, yenidən sabahınız xeyir. Biz qalmışdıq, daha dəqiq siz keçid eləyəcəydiniz ki, banklar məlumatları məhz hardan, daha doğrusu dələduzlar bankda olan məlumatlarımızı hardan əldə eləyirlər? Buyurun. Baxın, bir neçə ay əvvəl belə bir dark webdə, yəni ki, internetin o qaranlıq səhifələrində Azərbaycanın böyük bir kommersiyasına aid 1,5 milyon məlumatın sızdığı ictimaiyyətdə səslənirdi. Həmçinin də əvvəlki dövrlərə aid dəfələrlə Azərbaycan dövlət qurumlarından kiçik məlumat, yəni mənim kiçik dediyim sözdə kiçikdir. Təbii ki, onlar gigabaytlarla bir məlumatdır. Azərbaycan internet segmentinə aid məlumatlar dəfələrlə deşifrə olubdur və internetin qaranlıq səhifələrində yayımlanıbdır. Və təbii ki, dələduzlar da bu məlumatları əldə edərək vətəndaşlara öz adları, sanları ilə müraciət edirlər. Həmçinin də vətəndaşların tanınmayan veb səhifələrdə phishinglər vasitəsilə manipulyasiya olunaraq və ya ki, gedib hər hansı qeyri tanınmış səhifələrdə öz məlumatlarını dolduraraq dələduzlara və hackerlara kifayət qədər böyük məlumatlar ötürürlər. Biz dəfələrlə çağırışlar edirik, qeydlər edirik ki, tanınmayan tətbiqləri telefonunuza yükləməyin, tanınmayan səhifələrdə öz məlumatlarınızı əlavə etməyin. Çünki bunların hər birisi toplanır, satışa çıxır və bizim məlumatlarımızla müraciət edilir. Burada kiber dələduzluq mövzusunda dövlətin də, bankların da, vətəndaşların da, digər kommersiyaların da hər birisinin öz məsuliyyəti var və hər birisi öz məsuliyyətini daha düzgün icra etmək üçün öz infrastrukturlarına, öz kadr potansiyellərinə diqqət etməlidir, inkişaf etdirməlidir. Həmçinin vətəndaşlar da bilməlidir ki, heç bir dövlət qurumuna, heç bir bank əməkdaşına, heç kimsəyə sizə aid olan məlumatlar, yəni sizin konfidensial olan sizə, hansı ki burada OTP kodu gedirik, kartın 16 rəqəmindən başqa digər məlumatlarıdır, həmçinin pasportunuzdakı digər məlumatlardır. Bunları paylaşmayaq. Biz adətən baxırıq ki, internet üzərində vətəndaşlar hər hansı bir yardım istərkən, bir sosial bir məsələdə müraciət edərkən bankın kartının şəklini çəkir və yerləşdirir sosial şəbəkəyə. Həmçinin harasa uçursa biletin şəklini çəkir, yerləşdirir sosial şəbəkəyə. Biz bununla öz məlumatlarımızı bizə dələduzluq etmək istəyən şəxslərin bizə qarşı sosial mühəndislik vasitəsilə bizi araşdırdığında bizim haqqımızda hər bir məlumatı ələ keçirmək olur. Biz deyə bilmərik ki, Azərbaycanda dələduzlar sadəcə dark webdən aldığı məlumatlarla hərəkət edir və ya sadəcə banklardan sızılan məlumatlarla. Təbii ki, Azərbaycan banklarından dəfələrlə məlumat dark webə sızıbdır. Var, açıqdadır. Təbii ki, Azərbaycan dövlət qurumlarından məlumatlar sızıbdır dark webə. Bu sadəcə Azərbaycanın yox, bütün dünyadakı dövlət qurumlarından, digər ölkələrin dövlət qurumlarından da bu hal baş veribdir. Digər ölkələrin banklarından da bu hal baş veribdir. Biz burada sadəcə bankları və ya dövlət qurumlarını, onları günahlandırmırıq. Biz deyirik ki, infrastrukturunuzu möhkəmləşdirin, kadr potansiyelinizi möhkəmləşdirin.
Siz pul qazanırsınız, banklar. Siz vətəndaşdan pul qazanırsınız. Daha yaxşı xidmət etmək üçün öz infrastrukturunuzu, kadr potansiyelinizi, xidmətinizi yaxşılaşdırmaq üçün daha çox investisiya etməlisiniz. Və bu təbii bir haldır. Yox, ən azından sən bir öhdəliyin var da insanların qarşısında. Yəni daha çox pul qazanmaq deyəndə ki, sən bir öhdəliyin var o istifadəçilər qarşısında. Bu təbii ki, birmənalı şəkildə belə olur. Bu kommersiyalar aidiyyatlı öz tənzimləyicilərinə, yəni dövlət qurumlarından lisenziya ilə fəaliyyət göstərirlər və onlar beynəlxalq standarta və ya Azərbaycanın qoyduğu standarta uyğun hərəkət etməlidirlər. Amma bəzən baxırıq ki, bu standartların özü də bizim cəmiyyətin rəqəmsal səriştəliyinə uyğun olmaya bilər. Bəlkə daha ağır şərtlər olmalıdır. Bəlkə vətəndaş daha əziyyətlə girsin o tutalım ki, elektron bankinginə. Çünki daha rahat girişdə dələduz da ondan daha rahat pul oğurluyor. Bəlkə ikili təsdiqləmə və məcburi olmalıdır. Digər gücləndirici amillər bəlkə məcburi olmalıdır, nəinki könüllü olaraq veririk. Bax, bunlar haqda məncə aidiyyatlı dövlət qurumları bir araya gəlməlidir, düşünməlidirlər ki, bəlkə standartları daha da qəlizləşdirək ki, vətəndaş birinci OTP kodunu oğurlatdıqda ikincidə oyansın. Digər bir mərhələdə də təbii ki, bu keysə görə fərqlənir. Amma necə olur ki, dələduz vətəndaşın son qəpiyinə qədər düzgün təyin edir və pulunu oğurluyor. Misal üçün 5369 manatı 5369 manat kimi oğurluyor. Bəli. Bu məlumatı hardan əldə etdi ki, o vətəndaşın yəni 6000 manat yazsa kartopulu verməyəcək də, belədir, doğru deyirsiz. Yəni o məlumatlar var. Burada keyslər fərqlənir. Birinci keys odur ki, dələduz birinci OTP kodunu əldə edib vətəndaşın bankinginə girir. Okey? Vətəndaş 2 dəfə OTP kodunu verdi. Yəni dələduz baxdı, girdi, ora birinci vətəndaşı manipulyasiya etdi, kodunu aldı, girdi, baxdı ki, içəridə nə var, nə yox, onu yazdı və çıxdı. Biri də axı digər keyslər də var ki, bir dəfə OTP kodunu alıb, amma rəqəmi düz təyin edibdi və bankdakı pulu olduğu kimi oğurlayıbdı. Yəni son qəpiyinə qədər oğurlayıbdı. Bu hallar necə baş verir? Məncə aidiyyatlı qurumlar bu halları düzgün təhlil etməlidir və araşdırmalıdır ki, fərqli keyslərə görə təbii ki, biz deyə bilirik, indi mənim bu sözlərimə banklar da öz bəhanələrini, öz müxtəlif versiyalarını deyəcəklər. Amma keys çoxdur. Mütləq şəkildə, çünki bu vaxta qədər çox da böyük açıqlamalar biz görmürük. Daxili İşlər Nazirliyindən açıqlamalar olur, amma banklardan o qədər də olmur. Düzdür, keyslər çoxdur və bu keyslərin içində cavabsız suallar da çoxdur. Əgər maraqlı olsa, həmən toplantılara dəvət etsinlər və biz onlarca keys deyək onlara ki, Azərbaycanda əlil bir vətəndaş, hansı ki, internetdə yoxdur o vətəndaş. Ümumiyyətlə, əlildir və internetdə yoxdur. Bu vətəndaşın adına bir Azərbaycan bankından necə banking açılır və onun təqaüd kartından, əlillik təqaüd kartından pulu oğurlanır, həmçinin də kredit alıb kredit oğurlanır. Bu da bir neçə dəfə baş verib. Buna bənzər hadisələri biz də keçən efirlərdə danışmışıq. Həqiqətən də bu vətəndaşı görmədən, ən azından bir görüntülü danışıq eləmədən, yəni bu necə olur, necə baş verir? Həqiqətən çox maraqlı məsələlərdir və bu keyslər ətrafında da biz növbəti efirlərdə sizlə çalışaraq danışaq və düzgün vurğuluyoruz ki, bankların da buradakı mövqeyi önəmlidir ki, biz onları da təbii ki mövqeyini alıb, yəni burada pluralizm prinsipi var. Biz sizlə danışırıqsa 100% qarşı tərəflə də danışıb, onların da cavabını əldə eləyəcək. Çox sağ olun ki, buraya qədər bizim üçün bir çox məsələni aydın elədiniz Elvin bəy. Çox sağ olun. Təşəkkür edirəm. Əziz tamaşaçılar, bir daha mütəxəssisimizə təşəkkür edirik. Bəli, banklarla bağlı məsələdə bir daha qeyd edeyim ki, biz gördüyümüzü danışırıq, gördüyümüzü göstəririk və qalır təbii ki, qarşı tərəfin, yəni bankların mövzu ilə bağlı olan açıqlaması. Bu vaxta qədər bir ciddi açıqlamalar görməmişik, amma tələb edirik, artıq olmalıdır və dəyişikliklərə gedilməlidir. Çünki bugün Daxili İşlər Nazirliyi açıqlama verirsə ki, biz artıq belə desək, yəni hər gün bu müraciətləri alırıq, yəni gündə dəfələrlə bu müraciətlər olur, açıqlamaları gəlirsə və hər gün insanlara xəbərdarlıq edilirsə, deməli artıq banklar da bir addım daha irəli atmaq məcburiyyətindədirlər. Dünya gündəminə keçək.
İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərində Şəhid Rəcali limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb. Bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib. Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib. Qeyd edilib ki, partlayışın dalğası çox güclü olub və limandakı əksər binalara, eləcə də avtomobillərə ciddi ziyan deyib. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir. Əziz tamaşaçılar, görüntülər ekrandadır. Və Ukraynada gedən müharibənin miqyası yenidən müharibənin əvvəlindəki formatda genişlənə bilər. Ukrayna prezidenti Volodimir Zelenski özü də xalqa müraciətində etiraf edib ki, Rusiyanın yenidən şimaldan və şimal-şərqdən, Sumi və Kiyev istiqamətindən quru hücumları gözlənir. İzləyək. Военные рассматривают любые сценарии, которые могут быть, и готовы к абсолютно. Biz istehkamlar qururuq. Biz hər cür mümkün vəziyyəti gözləyirik. Kiyev şəhərinin müdafiə strukturuna daxil olan hərbiçilərimiz var. Onların öz vəzifələri var. Kiyev şəhərinin Müdafiə Şurası adlı yaxşı bir mexanizmimiz var. Bu, hərbi vəziyyət zamanı işləyən bir orqandır. Mən şəhərin meri ilə birlikdə bu Müdafiə Şurasının rəhbəriyəm. Biz çətin anlarda toplaşırıq və qərarlar qəbul edirik. Həyəcan siqnalları zamanı ictimai nəqliyyatla bağlı son vaxtlar müzakirə olunan məsələ məhz Müdafiə Şurası tərəfindən tənzimlənən məqamlardan biridir. Hamı həyəcan siqnalı zamanı evə, hər hansı bir nöqtəyə, sığınacağa çatmaq imkanının olmasını istəyirdi. Biz bunu tənzimlədik. Həmçinin komendant saatı zamanı təhlükəsizlik, buraxılışlar kimi bir sıra tapşırıqlar var. Yəni bu əsasən hərbi dövrdə Kiyev şəhərinin həyat fəaliyyəti, o cümlədən rabitənin təmin edilməsi, humanitar məsələlərlə bağlı tapşırıqlar və sair mənim öhdəliyimdədir. Eyni zamanda mənim vəzifəm Kiyevə hücum olarsa, Fövqəladə Hallar Xidməti ilə birlikdə nəticələri aradan qaldırmaqdır. Daha sonra bərpa işləri artıq hərbi administrasiya və Kiyev şəhərində olan struktur bölmələrinin birgə işidir. Да, есть дома, которые еще на сегодня не восстановлены, но это процесс, который будет завершен там в ближайшее время. Qeyd edeyim ki, son vaxtlar Ukrayna paytaxtında hər gün dayanmadan hava həyəcan siqnalları verilir. Bu arada Ukrayna prezidenti Volodimir Zelenski aprelin 26-sında Romada keçirilən görüş zamanı məndən yenidən silah təchizatının artırılmasını xahiş edib. Bunu Donald Trump deyib. Biz detallı danışacağıq az sonra, amma öncə dünyanın digər nöqtələrində nələr baş verib? Bundan danışaq davamında Trump və Zelenski arasında baş verən bu diyaloqun detallarına varacağıq, əziz tamaşaçılar. Buyurun. Türkiyə tərəflərin razılığı və istəyi olduğu təqdirdə Rusiya prezidenti Vladimir Putin və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın görüşünü öz ərazisində təşkil etməyə hazırdır. Bu barədə RIA Novostiyə Ankaradakı diplomatik mənbə məlumat verib. Tərəflərin hazır olması və razılıq verilməsi halında belə bir görüşün Türkiyədə keçirilməsi mümkündür. Rusiya və Birləşmiş Ştatların Türkiyə ərazisində danışıqlar aparmaq təcrübəsi artıq mövcuddur, deyə mənbə qeyd edib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump bildirib ki, Vatikan görüşü zamanı Volodimir Zelenski ondan daha çox silah istəyib. Trump bu barədə Morristown hava limanında jurnalistlərlə söhbəti zamanı danışıb. Zelenski mənə dedi ki, ona daha çox silah lazımdır, amma o bunu artıq 3 ildir ki deyir. Trump'ın sözlərinə görə bu dəfə söhbət zamanı Zelenski əvvəlkilərlə müqayisədə daha sakit davranıb. Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına olan 15 milyon dollar borcunu ödəyəcək. Bu barədə iki ölkənin birgə bəyanatında bildirilir. Açıqlamada qeyd olunub ki, bu borcun ödənilməsi Dünya Bankına Suriyaya dəstəyi bərpa etməyə imkan verəcək. Aprelin ortalarında Dünya Bankının nümayəndə heyəti Dəməşqdə Suriya rəhbərliyi ilə əməkdaşlıq, eləcə də sanksiyalar rejiminin təsirini yumşaltmaq yollarını müzakirə edib. Türkiyənin İstanbul şəhərində 3,5 magnitudalı zəlzələ olub. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə yerli təkanlar Böyükçəkməcə rayonunda qeydə alınıb. Təbiət hadisəsi ötən gün yerli vaxtla saat 22:43-də qeydə alınıb. Zəlzələ ocağı 9 kilometr dərinlikdə yerləşib. Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir. Bu, Türkiyədə ötən gün ərzində qeydə alınan ikinci zəlzələdir. Robotlar 5 il sonra ən yaxşı cərrahları keyfiyyətli tibbi əməliyyatları icra etməkdə qabaqlayacaq. Belə bir iddia ilə Amerikalı iş adamı Elon Musk çıxış edib. O, X sosial şəbəkəsində qeyd edib ki, onun Neuralink şirkəti beyinlərə elektroidlərin yeridilməsi əməliyyatını həyata keçirmək üçün robotlardan istifadə etməyə məcbur olub. Çünki insan əlləri bu əməliyyatı tələb olunan sürət və dəqiqliklə yerinə yetirə bilmir.
Texnologiya. Bugün Bakı Konqres Mərkəzində Qlobal Cənub QHT platformasının təsis konfransı keçirilir. Bir daha xatırladım, konfransda Qlobal Cənub regionu təmsil edən 100-dən çox ölkədən nüfuzlu qeyri-hökumət təşkilatlarının rəhbərləri və ictimai fəallar iştirak edirlər. Son məlumatları isə əməkdaşımız çatdıracaq. Arzu, bir daha sabahınız xeyir, nə yenilik, nə dəyişiklik eşidək sizə. Bir daha salam İslam. Bəli, sizi məhz Qlobal Cənub QHT platformasının təsis olunması konfransından belə deyək salamlayırıq və bu konfransın təsis olunması üçün dünyanın 116 ölkəsindən vətəndaş cəmiyyətinin rəhbərləri, nümayəndələri gəliblər, iştirak eləyirlər və bu platformanın formalaşdırılmasında məqsəd ondan ibarətdir ki, məhz Qlobal Cənub məkanının üzləşdiyi müəyyən problemlər ki var, həmin problemlərin aradan qaldırılması istiqamətində Qlobal Cənub məkanının nümayəndələri, ölkələr vahid mövqedən beynəlxalq təşkilatlar qarşısında çıxış edə bilsinlər və əlbəttə ki, Azərbaycan da mütərəqqi ideyalara dəstək verən bir ölkə olaraq sözsüz ki, bu platformanın təsis konfransı da məhz bizim ölkəmizdə keçirilir. Çünki Azərbaycan həm Qlobal Cənub, həm də Qlobal Şimal arasında bir körpü rolunu oynayan ölkədir. Azərbaycan prezidentinin Çin telekanalına müsahibəsi olmuşdu. Məhz həmin müsahibəsində də ölkə başçımız bildirmişdi ki, Qlobal Cənubun məhz lider ölkəsi Azərbaycan hesab edir ki, bu Çindir. Misal olaraq deyirəm, məsəl üçün Çindən qərbə daşınan bütün mallar hardan gedir? Azərbaycan ərazisindən keçir. Bu təkcə bizim əlverişli coğrafi nöqtədə olmağımızla bağlı olan bir məsələ deyil. Bu həm də Azərbaycanın infrastruktur layihələrinin belə deyək müasir olması ilə bağlıdır ki, bizim geniş dəniz limanlarımız var, geniş dəmir yollarımız var və əlbəttə ki, bu geniş dəmir yollarının, dəniz limanları vasitəsilə böyük həcmdə Azərbaycan yük daşımaları həyata keçirir. Yəni iqtisadi baxımdan da burada bizim önəmimiz ortaya çıxır və bütün məsələlərdə, diplomatik, siyasi və iqtisadi məsələlərdə biz həqiqətən də Qlobal Cənub və Qlobal Şimal arasında bir bağ, bir körpü yaradan ölkək və elə Azərbaycan prezidentinin də bugünkü konfransla bağlı müraciəti oldu və müraciəti mən sizin diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan prezidenti İlham Əliyev müraciətində deyir ki, Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını qoşulmama hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirir, qəbul edir və Azərbaycan prezidenti qeyd edir ki, inanıram ki, Qlobal Cənub QHT platforması xalqlarımızın səsinin eşidilməsini, mövqelərinin dünya ictimaiyyətinə çatdırılmasını, onların haqlarının qorunmasını və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcək və ölkə başçımız bu məqama da toxunub ki, öz müraciətində təəssüflər olsun ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdiyi əsas problemlərdən biri də bəzi qərb ölkələrinin yürütdüyü neokolonial siyasətdir. Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik. Xalqlara faciələr, köləlik, istirab gətirən bu cür davranışları qəbul edilməz hesab edirik və inanırıq ki, bu cür konfransların keçirilməsi və fikir mübadilələrinin aparılması da yeni və ədalətli dünya düzəninin formalaşdırılmasına öz töhfəsini verəcək. İslam, hələlik mənim çatdıracaqlarım bunlardan ibarət idi. Çox sağ ol Arzu. Detallı məlumatları əldə elədik. Sizə qısaca bir məlumat verim ki, Fövqəladə Hallar Nazirliyi hava ilə bağlı əhaliyə müraciət edib. Bildiriblər ki, sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durun. Bəs hava necə olacaq? Axşamki və bugünkü o güclü külək davam edəcəkmi? Gəlin bununla bağlı məlumata da nəzər salaq. Buyurun. Aprelin 28-i və 29-unda Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 27-dən 28-nə keçən gecə və axşam saatlarında yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. 29-u səhər tədricən mülayimləşəcək. Havanın maksimal temperaturu 12-17 dərəcə isti olacaq. Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-9 dərəcə isti olacaq. Bizə ayrılan vaxt isə bu qədər idi. Gün ərzində hadisələrin davamı Baku News-dan təqdim olunacaq. Mən İslam Qədirdir. Sağ olun, xəbərlə qalın.